Gecə saatlarında telefondan istifadə ertəsi gün intihar düşüncəsi riskini artıra bilər. Yenavoz.com xəbər verir ki, bu nəticəyə işləri JAMA Network Open-da dərc olunan Amerikalı tədqiqatçılar gəlib. Bildirilib ki, iş son vaxtlar intihar düşüncəsi epizodları olan 79 nəfərin rəqəmsal davranışının ətraflı təhlilinə əsaslanır. Tədqiqat 23:00 və 01:00 arasında telefondan istifadənin ertəsi gün daha yüksək səviyyədə intihar düşüncəsi ilə əlaqəli olduğunu göstərib. Bununla belə gecə saat 1:00-dan sonra aktiv klaviatura istifadəsi ehtimal ki, telefonla əlaqənin passiv deyil, daha çox məşğul olması səbəbindən azalmış risklə əlaqələndirilirdi. Tədqiqatçılar qeyd edirlər ki, smartfon istifadəsində uzun müddətli boşluqlar 7-9 saat ardıcıl, yəni tam gecə yuxusu da intihar düşüncəsinin aşağı səviyyəsi ilə əlaqələndirilir. Bu, zəif yuxu və gecə oyanışlarının emosional zəifliyi artırdığına dair əvvəlki tapıntılara uyğundur. Müəlliflər vurğulayırlar ki, kiçik insan sayına baxmayaraq, müəyyən edilmiş nümunələr gecə vaxtı rəqəmsal fəaliyyətin psixi sağlamlığa necə təsir edəcəyini daha yaxşı başa düşməyə və intihar davranışının qarşısını almaq üçün daha dəqiq alətlər yaratmağa kömək edə bilər.